İmran Tərtərdə mübariz postunda xidmət edirdi. İmran, mən şey bilmirəm. Can, sənə qurban olarım. Dedim ki, İmran, təzə ailə qurmuşsan, ailə uşağı qoyub getmə. Biraz üstümə şey elədi ki, nə tərcih etməyim. Axı, mən zabitə. Mən elə deyəndə dedi ki, səni Allahın zamanına bırax məni. Dedim, hə, Allahın zamanında olasan İmran. Dedi ki, o başqa məsələ. İmran o qədər vətəni sevirdi. Həmişə, bilmirəm, İmran haqqında danışanda o qədər əziyyət çəkirəm ki, çünki İmranın sevgisi qəlbimdə o qədərdir ki, onu mən heç nəyinə belə sığışdıra bilmirəm heç nəyə. Bəlkə də kitaba da sığışdıra bilmərəm İmranla danışdıqlarımı. İmran vətənin aşığı idi, bilirəm. İmran evladın, yarın bizə əmanət qoydu, getdi.